Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Salih Əl-Cülteylini qəbul edib. Qonağı səmimi salamlayan Şeyxülislam Həzrətləri ölkələrimiz arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu bildirib. İslam dininin müqəddəs məkanlarının Səudiyyə Ərəbistanı Krallığı ərazisində yerləşməsi dini və mənəvi bağlarımızı daha da gücləndirir. Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, ölkə rəhbərləri arasında xoş münasibətlər əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İki müqəddəs məscidin xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud müxtəlif sahələri əhatə edən münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük işlər görməkdədirlər. Allahşükür Paşazadə iki tərəfli əlaqələrin gücləndirilməsində səfrin xidmətlərini müsbət qiymətləndirib. Şeyxülislam Həzrətləri Azərbaycanlı zəvvarların müqəddəs həcc ziyarətlərinin təhlükəsiz və rahat həyata keçirilməsinə yaratdıqları şəraitə görə Səudiyyə Ərəbistanı Krallığının aidiyyatı qurumlarının rəhbərliyinə dindarlarımızın minnətdarlığını çatdırmağı səfirdən xahiş edib. Mehriban qarşılanmaya və xoş sözlərə görə təşəkkür edən səfir İssam bin Salih Əl-Cüteyli Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu vurğulayıb. Allahşükür Paşazadənin dinlər arası dialoqa, məzhəblər arasında yaxınlaşmaya mühüm töhfələr verdiyini deyib. Şeyxülislam Həzrətlərinin dinlər və mədəniyyətlər arasında anlaşma, İslamofobiya ilə mübarizə sahəsində göstərdiyi xidmətlər danılmazdı. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda xatirə şəkli çəkdirilib.